Paytaxtda daha bir ünvanda bina tikmək istəyən şəxslərə deyəsən ərazidəki yaşıllıqlar mane olur. İllər öncə bina sakinləri tərəfindən əkilərək bugünə qədər qulluq olunan ağaclar indi həqiqətən təhlükədədirmi? Qaynar xəttimizə vaxtı ilə həmin ünvanda yaşayan sakinlərdən biri zəng vuraraq qoyub getdikləri yaşıllığa nəzarət olunmazsa yaxın vaxtlarda ağacların məhv olacağı və artıq bir neçə ağacın kəsildiyini də iddia edib. Mövzunu əməkdaşımız Rəşad Vəkiloğlu araşdırıb. O bərdək qazacaqlar, onda bəlkə kəsələr, amma elə belə yox. İşlən ağac hansı hissədə kəsiblər? Onu o biri tərəfdən kəsiblər. Paytaxtda daha bir ünvanda bina tikən şəxslərin yaşıllığı sıradan çıxartdıqları iddia olunur. Görüntülər Nizami rayonu Şirin Mirzəyev və Mehdi Abbasov küçələrin kəsişməsi 2438-ci məhəllədəndir. İddialara görə köhnə binanın söküntüsü zamanı ərazidə olan bir neçə sağlam ağac da məhv edilib. Hansı ki, həmən ağaclar gecə saatlarında çıxarılıb. İddiaları dəqiqləşdirmək üçün söz gedən ərazidəyə, o da bildirilir ki, həmən ağaclar, yəni çıxarılan, məhv edilən ağaclar bu əraziyə düşür. Lakin tikinti şirkəti burada heç bir ağacın kəsilmədiyini, çıxarılmadığını bildirir. Sifarişçi Qlobal 99 MMC tərəfindən söz gedən ərazidə hazırda yeni yaşayış binasının tikintisi üçün geniş miqyaslı qazıntı işləri aparılır. Lakin tikinti prosesi ilə yanaşı ərazidə mövcud olan yaşıllıqların aqibəti hazırda sual altındadır. Oradan çıxardıb gətirib bərdən əkiblər. Ərazidə 20-yə yaxın iri gövdəli sağlam ağac mövcuddur. Lakin aparılan söküntü və qazıntı işləri zamanı bu ağaclara heç bir qulluq göstərilmir. Sakinlər iddia edir ki, tikinti şirkəti tərəfindən bina tikintisinə maneə törədən ağaclara bilərəkdən su verilmir. Məqsəd isə onların zamanla qurumasına nail olmaq və sonradan quruyan ağacları kəsməkdir. Tikinti şirkətinin əməkdaşısı ağac kəsilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirdi. Onun sözlərinə görə əgər binanın inşasına ərazidəki ağaclar mane yaradarsa, aidiyyəti qurumlara müraciət ediləcək və ağacların köçürülməsi həyata keçiriləcək. Biz orada hündür mərtəbəli bina tikəcəyik. Xeyr, orada 28 dənə mənzil olub, 28 mənzilə köçürülüb. Ancaq heç bir ağac kəsilməyib. Düşəcəksə biz aidiyyəti qurumlara müraciət eləyəcəyik, köçürmə yolu ilə olacaq. Düşməyəcəksə də biz oranı yaşıllıq kimi istifadə eləyəcəyik. Bina tikiləndən sonra biz oranı binanın yaşıllıq zonası kimi istifadə eləyəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, söz gedən əraziyə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib və ağac kəsilməsi ilə bağlı hazırda araşdırmalar davam etdirilir. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.